Zabrat Sağlamlıq Mərkəzində inanılmaz görüntülər. Xəstələrə xidmət etməli olan tibb personalı işi tamamilə yarımçıq qoyaraq mərkəzin giriş qapısında açıqca nərd oynayır. Sual yaranır, bu anda xəstələrə kim baxır, kim müalicə edir, kim məsuliyyət daşıyır? Ən düşündürücü məsələ isə budur. Bu vəziyyət hamının gözü önündə baş verir. Deməli, ya baş həkim öz işçilərindən xəbərsizdir, bu onun tam idarə etmə acizliyini üzə çıxarır, ya da buna bilərəkdən göz yumur. İkincisi daha ağırdır və bu rəhbərliyin xəstələrə olan açıq biganəliyin sübutudur. Vətəndaşlar bu mərkəzə sağlamlıqlarını, bəzən həyatlarını etibar edir, müalicə üçün gəlir, pul ödəyir, ümid bəsləyirlər. Bunun müqabilində isə nə görür? Qapıda nərd stolları. Bu qəbul edilməzdir. Bu peşəkar etikaya, tibb əxlaqına və xəstə hüquqlarına qarşı kobud bir təhqirdir. Zabrat Sağlamlıq Mərkəzinin baş həkimi, bu görüntülərə cavabınız nədir? Sizinlə mən Nüsrət Sakidoğlu, Press xəbər.